Alimlərin dava eləməyi üçün daha bir mövzu ortaya çıxıb. Əvvəllər alkoqolun bəziləri ziyan, bəziləri xeyir olduğunu sübut eləmək üçün əlindən gələni eləyirdilər. İndi də məsələ bilirsinizmi nədir? Hamımızın aludə olduğu telefonlar. Aludəçilik xəstəlikdir. Asılılıq psixik xəstəlikdir. Bunu qəbul eləsək də belədir, eləməsək də. İndi də alimlər yeni bir araşdırma aparıblar ki, əslində telefonlarda ard-arda bir-birinə dəxli olmayan, bizi gah güldürən, bir saniyədən sonra isə ağladan videolar əslində bizim psixikamıza mənfi yox, müsbət təsir edir. İndi bilmirəm, telefon şirkətləri alimlərlə görüşüb ya yox, amma istənilən halda belə bir nəticə var ki, telefonlar həqiqətən də sağlamlığımıza ziyandır. Mənə maraqlıdır. Bu barədə siz nə düşünürsünüz? Alimlər minlərlə araşdırma edə bilər, 10 milyonlarla insanı izləyə bilər, tədqiq edə bilər. Amma adam özü bilir, ona nə xeyirlidir, nə yox. Telefonda uzun müddət oturandan sonra, məsələn, siz özünüzü necə hiss edirsiniz? Bu barədə mütləq şərhlərdə yazın. Sizin yazdıqlarınızın hamısını bir-bir oxuyuram və cavablandırmağa çalışıram. Geri dönüşləriniz vacibdir ki, daha həvəslə çalışaq. Smartfonların təsiri düşündüyümüz qədər mənfi deyil. Yeni tədqiqat göstərir ki, smartfon istifadəsinin yetkin insanların əhval-ruhiyyəsinə təsiri çox cüzi və ya heç yoxdur. Amerika Birləşmiş Ştatında 10.099 nəfər üzərində aparılan və 250.000 günlük məlumatın təhlil edildiyi bu geniş miqyaslı araşdırma həm sosial media, həm də qeyri-sosial tətbiq istifadəsinin əhvalda ciddi dəyişiklik yaratmadığını ortaya qoyub. Tədqiqat göstərir ki, sosial media istifadəsi gənclər arasında mənfi təsir göstərə bilər. Lakin bu təsir ümumi əhali üçün əhəmiyyətli deyil. Maraqlıdır ki, fərdin öz əvvəlki istifadəsi ilə müqayisədə daha çox istifadə əhvalın yaxşılaşması ilə əlaqələndirilib. Araşdırma nəticəsində məlum olub ki, əhval dəyişikliklərinə təsir edən əsas faktorlar yaş və cinsiyyət kimi demoqrafik göstəricilərdir. Smartfon istifadəsi isə əsas səbəb deyil. Bu daha əvvəlki tədqiqatların əksinə olaraq smartfonun psixoloji sağlamlığa mənfi təsirinin şişirdirilmiş ola biləcəyini göstərir.